Peyğəmbər o qədər mərhəmətli bir şəxsidir ki, özü çox yüksəkdən danışırdı ki, möminlərin səsi onun səsindən yüksək olmasın və nəticədə əməlləri puç olmaz. Peyğəmbərə hörmət vacib. Niyə görə Peyğəmbərə hörmət eləyirik? Çünki müqəddəsdir. Müqəddəslik ümumiyyətlə İslamda bütün müqəddəslik hamısı Allahdan qaynaqlanır da. Allah müqəddəsliyin zirvəsindədir. Ehtiram qeyd elədiyim kimi çox ciddi bir məsələlərdən biridir. Valideynin ehtiramı vacibdir, böyüklərin ehtiramı vacibdir. İnsan bəşər olaraq bir-birinə hörmətlə yanaşmalıdır, ehtiram olunmalıdır. Ziyarətgahlar ziyarət olunur, bəzi qəbirlər ziyarət olunur, hörmət əlamətidir, ehtiram əlamətidir. Yaxşıdır, bunu nəyə pislik? Biz Allahın höccətin ziyarət eləyirik ehtiramına görə. Çünki müqəddəsdir. Nəyə pislik ki bu? O siz deyirsiniz adın şiş qoyasınız, qoyun. İşimiz yoxdur, amma bizim hədəfimiz budur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəl-aqibətu li-əhli təqva vəl-yaqin. Salam, dəyərli dostlar, xoş gördük sizi verilişimizin bugünkü buraxılışında. Mövzumuz Qur'anı hədislər əsasında təfsir və təbyin etməkdir. Ötən verilişlərdə Hucurat surəsinin təfsirinə start verdik və birinci, ikinci ayələr barəsində. Təqribən bu ayə də əvvəlki ayə məzmunundadır. Peyğəmbərə hörmətsizlik və Allaha hörmətsizlik barədədir. Buyurur ki, ya eyyuhəl-ləzina amenu la tərfəu əsvatakum fawqa savtin nəbi. Ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın. Və la təcəru ləhu bil-qavl kəcəhri ba'dikum li ba'd. Bir-birinizlə necə danışırsınız, Peyğəmbərlə də bu cür danışa bilməzsiniz. Peyğəmbərlə əgər o cür danışırsınızsa, bir-birinizlə danışmaq kimi bu Peyğəmbərə hörmətsizlikdir. Və nəticədə qeyd edir ki, ən təhbit a'malukum və entum la təşurun. Buyurur ki, əgər Peyğəmbərə hörmətsizlik etsəniz və bu cür bir-birinizlə danışdığınız kimi Peyğəmbərlə danışsanız və səsinizi Peyğəmbərin səsindən ucaltsanız, sizin əməlləriniz məhv olar və entum la təşurun. Özünüz də bilmədən məhv olar əməlləriniz. Tərcüməsi bundan ibarət ki, ey iman gətirənlər, bəli, bu cür. Bu ayə barəsində hədislər qeyd olunub. İbn Abbasdan nəql olunan bir hədis deyir ki, bu ayə Sabit ibn Qeys barəsində olub və Sabit ibn Qeys Peyğəmbərin sahabələrindən biri idi və qulağı ağır eşidirdi. Buna görə də yüksəkdən danışırdı, səsi də gür idi. Yüksəkdən danışırdı, hətta elə bir yüksəkdən danışırdı ki, Peyğəmbəri əziyyət eləyirdi səsi. Ənəs ibn Malikdən nəql olunan bir hədisdə deyir ki, bu ayə nazil olan zaman Sabit ibn Qeys yoxa çıxdı. Bir neçə gün gözə görünmədi. Peyğəmbər sorağın aldı, dedi ki, Sabit ibn Qeys hardadır? Dedilər ki, evinə çəkilib, evindədir, evdən çölə çıxmır. Peyğəmbər çağırır onun yanına, deyir ki, niyə belə eləyirsən? Deyir ki, ya Rasulallah, bu ayə nazil oldu və mən də ucadan danışan biriyəm, qorxuram ki, əməllərim puç ola. Özümdən asıl deyil, qulağım da ağır eşidir, yüksəkdən də danışıram, səsim də gurdur. Qorxuram ki, səsimlə, ucadan danışmaqlığımla sənə əziyyət eləyib və əməllərim puç olur. Peyğəmbər dedi ki, bu ayə sənə aid deyil, sən xeyirli həyat yaşayacaqsan və sonluğunda xeyirli olacaq. Bu da bir hədis, yəni bu ayə barəsində. İmam Kazım əleyhissalamla nəql olunan bir hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Mədiniyə gəldikdən sonra, hicrət etdikdən sonra mühacirlər vardı, ənsar vardı, Məkkədən gələnlər, Mədinə əhli toplaşırdılar Peyğəmbərin ətrafına və Peyğəmbərlə ehtiyacları vardı. Peyğəmbərdən söz soruşurdular, şəriət soruşurdular, necə eləyək, nə tər eləyək. Bu zaman Peyğəmbər məhəbbət eləyirdi, onların problemlərini həll eləmək istəyirdi və bunlar da
hündürdən, yüksəkdən danışırdılar, eləyirdilər. Peyğəmbər o qədər mərhəmətli bir şəxs idi ki, özü çox yüksəkdən danışırdı ki, möminlərin səsi onun səsindən yüksək olmasın və nəticədə əməlləri puç olmasın. Bu ayə nə deyir bizə? Bu ayə hansı mesajı verir bizə? Peyğəmbərə hörmət vacibdir. Niyə görə Peyğəmbərə hörmət eləyirik? Çünki müqəddəsdir. Çünki məqamı var, mənziləti var. Müqəddəslik ümumiyyətlə İslamda bütün müqəddəslik hamısı Allahdan qaynaqlanır da. Allah müqəddəsliyin zirvəsindədir. Allahdan uca müqəddəs ola bilməz, yoxdur. Və hər şey ki Allahla bağlıdır, o da müqəddəs olacaq. Allahın kitabı müqəddəsdir. Niyə? Çünki Allah kəlamıdır. Allahın Peyğəmbəri müqəddəsdir. Niyə görə? Çünki onun elçisidir. Allahın evi müqəddəsdir. Allahla bağlı hər şey müqəddəsdir. Çox təəssüf olsun ki, bəzi insanlar bax, bu cür sadə bir məsələdə cahilanə şəkildə bilərəkdən ya bilməyərəkdən istəyirlər, desinlər ki, Quran müqəddəs deyil, Peyğəmbər müqəddəs deyil. Müqəddəsliyi ümumiyyətlə aradan aparmaq istəyirlər. Ehtiramı, hörməti aradan aparmaq istəyirlər. Dini müqəddəslik, dini hörmət özü çox önəmli bir məsələdir, vacib bir dənə məsələdir. Peyğəmbərə hörmət qoymağın məsələn, faydası, Allaha hörmət qoy, ehtiramla yanaşmaq. Ümumiyyətlə, müqəddəslik, hörmət çox əhəmiyyətli bir mövzudur. Bilmirəm, bəzi insanlar hansı məqsədlə istəyirlər ki, isbat eləsinlər ki, Quran müqəddəs deyil. Quran kəlamullahdır, Allahın kəlamıdır. Allah müqəddəsdirsə, onun kəlamı da müqəddəsdir. Allah müqəddəsdirsə, onun Peyğəmbəri də müqəddəsdir. Allah müqəddəsdirsə, onun evi də müqəddəsdir. Buna əsasən Allahın Qur'anı onun kəlamıdır və müqəddəsdir. Peyğəmbər, ilahi rəhbərlər, hətta valideyn, bəzi zamanlar müqəddəs zamanlardır, bəzi məkanlar müqəddəs məkanlardır. Xudavənd Mütəal Qur'an-ı Kərimdə buyurur ki, Fəxlə nə'ləyk innəkə bil vadil müqəddəsi tuva. Musa, ayaqqablarını çıxart. Niyə görə? Sən müqəddəs Tuva vadisindəsən. Bəs məkan müqəddəs ola bilər, zaman müqəddəs ola bilər, insan müqəddəs ola bilər, Qur'an müqəddəs ola bilər. Çox sadədir. Hansı məqsədlə demək istəyirlər bəzilər ki, Qur'an müqəddəs deyil? Başa düşmürük. Və müqəddəs olan hər bir şey ehtiram olunmalıdır. Ehtiram qeyd elədiyim kimi çox ciddi bir məsələlərdən biridir. Valideynin ehtiramı vacibdir, böyüklərin ehtiramı vacibdir. İnsan bəşər olaraq bir-birinə hörmətlə yanaşmalıdır, ehtiram olunmalıdır. İlk öncə Allah hörmətlə anılmalıdır. Onun Peyğəmbəri, onun Qur'anı, onun əhl-i beyti, bunlar hamısı müqəddəsatdırlar və müqəddəsata hörmətlə yanaşılmalıdır. Ziyarətgahlar ziyarət olunur, övliyaullahlar ziyarət olunur, bəzi qəbirlər ziyarət olunur, hörmət əlamətidir, ehtiram əlamətidir, yaxşıdır, bunu nəyə pislik? Biz Allahın höccətin ziyarət eləyirik ehtiramına görə, çünki müqəddəsdir. Nəyə pislik ki bunu? Siz istəyirsiniz, adın şiş qoyasınız, qoyun. İşimiz yoxdur, amma bizim hədəfimiz budur. Hörmət çox əhəmiyyətli mövzudur. Burada bunu qeyd edeyim ki, müqəddəsata hörmətlə yanaşılsa, bunun faydaları var. Həyatımızda təsiri var bunun, nəticəsi var. Və valideynə hörmət, ondan sonra böyüklərə hörmət, müqəddəsata hörmət. Bunlar hamısı ciddi mövzulardan biridir. Əgər bunlar qorunmazsa, deyir ki, səsi Peyğəmbərin səsindən ucaltsan, yüksək eləsin, ən təhbitə əmalukum və əntum la təşurun. Özün də bilmədən əməllərin nə ola bilər? Məhv olar.
Deməli, əməllərin məhv olması anlamı da var. Belə deyil ki, əməl hər bir iş gördüm elə, əməli yerinə yetirmək özü bir işdir, onu qoruyub saxlamaq başqa bir işdir. Hər bir şeyin afəti olduğu kimi əməlin də afəti var. Əməl də məhv ola bilər. Peyğəmbərə hörmətsizlik, Allaha hörmətsizlik, müqəddəsata hörmətsizlik, Qur'ana hörmətsizlik elə əməllərin məhv olmasına səbəb olur. Düzdür, Allah qeyd edir və mən ya'məl misqalə zərrətin şərrən yerə, hər nə şərr iş görsəniz, hər nə xeyir iş görsəniz qeyd olunur. Amma Allah qeyd edir, amma biz özümüz bəzi vaxt səbəb oluruq, o əməllər məhv olur. Peyğəmbərə hörmətsizlik əməlləri məhv eləyir. Peyğəmbərin sünnəsinə hörmətsizlik əməlləri məhv eləyir. Allaha hörmətsizlik əməlləri məhv eləyir. Qur'ana hörmətsizlik əməlləri məhv eləyir və başqa səbəblər də var. Başqa günahlar, pis işlər, yaxşı işləri məhv eləyir. Bunlar geniş bir dənə mövzudur ki, onlar fürsət olanda inşallah qeyd olunar, bəyan olunar. Bəs bu ayənin mesajı bundan ibarətdir ki, müqəddəsatın gərək hörməti qorunsun, saxlansın. Qur'an olaraq, Peyğəmbər olaraq, Əhl-i Beyt olaraq müqəddəsat var, təqəddüslük var. Belə deyil ki, müqəddəs olan bir anlam yoxdur. Müqəddəslik vardır və müqəddəsata hörmətlə yanaşılmalıdır. Allah'a and verirəm izzət və kəramına bizi Qur'anı oxuyub, anlayıb, həyatımızda tətbiq edənlərdən qərar versin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.